Salam əziz şagirdlər. Mən Hilal kursları riyaziyyat müəllimi Cabbarova Aygün. Sizə Hilal kurslarının təqdim etdiyi 4-cü mövzu sınavının riyaziyyat fənni üzrə olan 25 sualının izahını verəcəm. 51-ci sualdan başlayaq. Şərtdə deyilir ki, onluq kəsri standart şəkildə yazın. 4 minlik, 4 vur 1000, gəlinsin 3 yüzlük, 3 vur 100, üzərinə gəlinsin 2 onluq, 2 vur 10, üstə gəl 1 təklik, 1 vur 1. Yəni, buradakı rəqəmləri uyğun mərtəbə vahidinə vururuq və cəmləyirik. Üzərinə gəlinsin 8 onda 1, onda 1-lər mərtəbəsinin vahidi 0,1-dir. Üstə gəlinsin 1 mində 1. Burada yüzdə birlər mərtəbəsi yoxdur. Mində birlər mərtəbəsinin yerində isə rəqəm 1-dir. 0-dan mində 1-ə vururuq. Alınır 4321 tam. Onda birlər mərtəbəsinə 8 yazırıq. Növbəti mərtəbə yüzdə birlərdir, ancaq rəqəm olmadığına görə 0 yazırıq. Mində birlər mərtəbəsinə 1 yazırıq. Cavab olur, doğru cavab C variantı. 52-ci sual. Şərtdə deyilir ki, ana pulunun 8-də 3 hissəsini xərclədikdən sonra, onda ananın pulu əvvəlcə 8-də 8 hissə idi. 8-də 3 hissəsini xərclədi deyirsə, çıxırıq. Əvvəl 8-də 8 hissə idi. 8-də 3 hissəsini xərclədi, çıxırıq. Qaldı 45 manat pulu. Yəni, ananın pulunun 8-də 5 hissəsi 45 manatdır. Hansı ədədin 8-də 5 hissəsi 45-i 8-də 5-ə bölürük. Hissəsinə görə də tapanda ədədi hissə göstərən kəsrə bölürük. 45-i 5-də 8-ə vururuq. 45-in məxrəcinə 1 yaza da bilərik, amma ehtiyac yoxdur. 45 ilə 5-i ixtisar edirik 9, 9-u 8-ə vururuq 72 manat. Ananın əvvəlcə 72 manat pulu var idi. Doğru cavab B variantı. 53-cü sual. Şərtdə deyilir ki, M bölünsün 25 kəsrini 5-ə ixtisar edib 12 böl N kəsri alınıb. Yəni, 25-i 5-ə bölünürlər. N alıblar. 25 böl 5 bərabərdir N-ə. Demək ki, N 5-dir. Sürəti 5-ə bölüblər, 12 alıblar. Yəni, M böl 5 bərabərdir 12-yə. Buradan M-i tapsaq 5-i 12-yə vururuq. M olur 5 vur 12. Sualda bizdən M üstəgəl N cəmini soruşur. Onda N 5-dir, M 60-dır. Cəm istəyir, toplayırıq 65. Doğru cavab A variantı. 54-cü sualda kəsirlərin hasilidir. Hasili taparkən məxrəclər bir-birinə, sürətlər bir-birinə vurulur. Sürətdə və məxrəcdə ixtisar gedə biləcək ədədləri ixtisar edirik. 30-un məxrəcinə 1 yazsaq da olar, yazmaya da bilərik. Sürətdəki 6 ilə məxrəcdəki 6 ixtisar gedir. Sürətdəki 7 və məxrəcdəki 7 ixtisar gedir. Sürətdəki 8 məxrəcdəki 8-ə bölünür. Bütün bu bölmə əməllərində ixtisarların hamısında 1 qalır. 1-i yazmağa ehtiyac yoxdur. 9-u 9-a bölürük 1, 10-la 10 ixtisar gedir 1. Qaldı nə? Qaldı sürətdə 11 vurulsun 30. Məxrəcdə qaldı 5. 30 və 5-i hər ikisini 5-ə ixtisar aparmaq olar. Sürətdə 6, məxrəcdə 1 qalacaq. 1-i yaza da bilərik, yazmaya da. Alınır 1-də 66, o da bərabərdir 66-ya. Doğru cavab C variantı. 55-ci sualda uzunluq vahidlərinin hamısını metrlə ifadə eləməliyik. 2 metri kənara qoyaq, çünki o artıq metrlə ifadə olunub. 4 desimetri 8 santimetrə çevirək. 1 desimetr 10 santimetrdirsə, 4 desimetr olacaq 4 vur 10, 40 santimetr.
Deməli 4 desimetr 8 santimetr bərabərdir 48 santimetrə. İndi santimetri metrə çevirmək lazımdır. 1 metr 100 santimetrə bərabərdir. Santimetrdən metrə keçəndə 100 dəfə azalır. Yəni 100-ə bölürük. Onda belə olacaq. 2 metr elə 2 tamdır. Santimetri metrə çevirəndə 100-ə bölürük. 100-ə bölmək əvəzinə məxrəcə 100 yazırıq. Olur 100/48. Onu da cavablar onluq kəsrlə ifadə olunub. Onluq kəsrə çevirsək, alınacaq 2 tam %48 metr. Doğru cavab B variantı. 56-cı sual. Şərtdə deyilir ki, 2də 5 kəsri ilə tərsi dedikdə kəsrin sürət və məxrəcinin yerini dəyişirik, olur 5də 2. Şərtdə deyir ki, fərqini tapın. Bu kəsirləri çıxmalıyıq. Məxrəclərə əkop tapırıq 10. Ortaq məxrəc 10. Birinci kəsrin məxrəcini 10 eləsək, məxrəc 5 dəfə artır. Sürəti də 5-ə vururuq. Olur 10/25. İkinci kəsrin məxrəcini 10 eləsək, məxrəc 2 dəfə artır. Sürəti də 2-yə vururuq. Olur 10/4. Çıxsaq 10/25-dən 10/4 çıxsaq 10/21 qalır. 10/21 doğru cavab A variantı olur. 57-ci sualda şərtdə deyilir ki, A və B ardıcıl tək natural ədədlərdir. Hasili şərtdə verilib 143. Bu ədədlərin əkobu ilə əbobunun cəmini tapmalıyıq. Burada ayrı-ayrılıqda ədədlərin özünü də seçmək yolu ilə tapmaq olar, ancaq ehtiyac yoxdur. Biz qaydanı bilirik ki, ardıcıl tək ədədlərin əkobu bu ədədlərin hasilinə bərabərdir. Ardıcıl tək ədədlərin əbobu 1-ə bərabərdir. A və B ədədlərinin hasili şərtdə verilib 143 üstəgəl 1 bərabərdir 144. Doğru cavab B variantı. 58-ci sual. İki qarşıq ədəd verilib, bunları bölmək lazımdır. Əvvəla hər bir kəsri düzgün olmayan kəsrə çeviririk. 2-yə vururuq, üzərinə 1 gəlirik. Olur 2də 5, bölünsün. 7-ni 3-ə vururuq, 21, üzərinə 4 gəlirik. 7də 25. Kəsri kəsrə böləndə bölünən olduğu kimi qalır. 2də 5-i olduğu kimi saxlayırıq. Böləni tərsinə çevirib vururuq. Sonra baxırıq, sürət və məxrəcdə hansı ədədləri ixtisar edə bilərik. 5 və 25 hər ikisi 5-ə bölünür. 5-ə bölsək 1 dəfə, 5-ə bölsək 5 dəfə. Alınır məxrəcdə 2 vur 5, 10, sürətdə 1 vur 7, 7. Cavablar onluq kəsr olduğu üçün 10/7-ni onluq kəsrə çeviririk. Tam hissəsi yoxdur, 0 tam 10/7. Doğru cavab B variantı. Deməli, 59-cu sualda təkliflər verilib, biz doğru variantı seçməliyik. İki müxtəlif natural ədədin əkobu əbobundan böyükdür. Bəli, əkob bölünəndir. Əbob böləndir. İki müxtəlif ədəd üçün bölünən, böləndən həmişə böyük olacaq. Yəni, əkob əbobdan böyükdür. Bu doğrudur. Hasili 1 olan ədədlər qarşılıqlı tərs ədədlərdir. Bəli, bu qarşılıqlı tərs ədədlərin tərifidir. Məsələn, 5də 2 ilə 2də 5 qarşılıqlı tərsdir və hasilləri 1-dir. Bu da doğrudur. Ədədi düzgün kəsrə böldükdə ədəd artır. Məsələn, 5-i düzgün kəsrə bölmək tutaq ki, 2də 1-ə bölürük. Onda 5-i 1də 2-yə vururuq. Alınır 10. Cavab artdı. Bu doğrudur. Ədədi düzgün kəsrə vurduqda artır. Bir misal götürək. 5-i 2də 1-ə vurduqda alınır 2də 5. 2də 5, 5-in özündən böyük deyil, artmadı. Deməli, 4-cü təklif səhvdir. 5-də də deyir ki, məxrəci sürətindən böyük olan kəsirlər düzgün kəsirlərdir. Bu düzgün kəsirin tərifidir. Məsələn, 9-da 4, 9-da 7 məxrəc sürətdən böyükdür. Düzgün kəsirin tərifidir. Bu doğrudur. Deməli, 4 dənə doğru cavab var. Burada yerləşməyib, amma D variantı 4 doğru cavabdır. Doğru cavab D. 60-cı sual. Cəmi 144 olan iki natural ədəddən birinin cəmi 144-dür.
Natural ədəddən birinin 5də 1-i bərabərdir digərinin 7də 1-nə. Burada əslində məxrəcləri bərabərləşdirməliyik, amma sürətlər eyni olduğu üçün məxrəcləri bərabərləşdirməyə ehtiyac yoxdur. Deməli, birinci ədəd 5-ə bölünən ədəddir. Onu götürək 5x. 5x. İkinci ədəd 7-yə bölünən ədəddir. Bu ədədi də götürürük 7x. Cəmi 144 olmalıdır. Onda 5x var, 7x-in cəmi 144-dür. Burada x bir hissədir. Yəni 5 hissə ilə 7 hissənin cəmi 144-dür. 12x 144-dür. 144-ü 12-yə bölsək x 12-dir. Bizdən bu ədədlərin fərqini soruşur. Ədədin biri 7x-dir, digəri 5x-dir. Fərqi 2x olacaq. X-i 12 tapmışıq. 2-ni 12-yə vururuq. 24. Doğru cavab B variantı. 61-ci sualda bərabərsizlik verilib. Bu bərabərsizliklərdə kəsirlərin hər birinin məxrəci eyni ədəddir. Onda məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan böyük, sürəti kiçik olan kiçikdir. Yəni biz məxrəcləri atıb yalnız sürətlərini müqayisə edə bilərik. Yəni 5 kiçikdir A üstə gəl 1-dən, o da kiçikdir 11-dən yaza bilərik. Üstə gəl 1-dirsə, sol və sağ tərəflərin hər birindən biri çıxırıq. Alınır 4, kiçikdir A-dan, o da kiçikdir 10-dan. Bərabərsizliyin ən kiçik natural həlli 4-dən sonra ən kiçik ədəd 5 gəlir. Ən böyük 10-dan əvvəl ən böyük ədəd 9-dur. Şərtdə deyir ki, cəmini tapın, 5 və 9-u toplayırıq, 14. Doğru cavab C variantı. 62-ci sual, yenə qayıtdıq əvvəlki mövzularımıza, ilk mövzumuz oldu. Deməli, əvvəlcə bu sualda qayda belə idi. Əvvəlcə AB ədədini mərtəbə toplananlarına ayırırıq. Təkliklər mərtəbəsi, onluqlar mərtəbəsi. A onluqlar mərtəbəsindədir. Yazırıq 10A, üzərinə gəlinsin. B təkliklər mərtəbəsindədir 1B. Bərabərdir 2A üstə gəl 3B. A-ları A çox olan tərəfə keçiririk. Keçirəndə işarə dəyişir. B-ləri B çox olan tərəfə keçiririk. Keçirəndə işarə dəyişir. Onda olacaq 10A, üstə gəliydə olur çıx 2A, bərabərdir 3B, üstə gəliydə çıx 1B. Alınır 8A bərabərdir 2B. Bundan sonra A-nı və B-ni tapmalıyıq. Biz bilirik ki, hasillər bərabərdirsə, vuruqların yerini dəyişmək olar. Yəni, 8-i 2-yə, 2-ni də 8-ə vuranda hasillər bərabər olur. Yəni, A2, B8 ola bilər. Və bir də bilirik ki, bərabərliyin hər tərəfini eyni ədədə vursaq və ya bölsək, bərabərlik pozulmaz, eyni qalar. Onda hər tərəfi 2-yə bölmək olur. 2-yə bölsək A 1-dir. 2-yə bölsək B 4-dür. Yenə bölmək olurmu? Xeyr. Bəs niyə vurmadıq, yalnız böldük? Çünki vuranda 8-i 2-yə vuranda 16 eləyir. 16 rəqəmi yoxdur. B rəqəmdir. Yəni 9-u keçirsə artıq vurmuruq. Onda bizim AB ədədimiz ya 28-dir, ya 14-dür. Soruşur ki, neçə ədəd var? 2 dənə belə ədəd var. 2 ədəd. Doğru cavab D variantı. 63-cü sualda şərtdə deyilir ki, tənliyi həll et. Bu tənlik bölmə əməlinə aiddir. Bölünən, bölən, qismət. Bölünəni tapmaq üçün böləni qismətə vururuq. Hər ikisini düzgün olmayan kəsrə çeviririk. 5-i 1-ə vururuq, üzərinə 1 gəlirik. 5-də 6 vurulsun. 3-ü 3-ə vururuq, 9, üzərinə 2 gəlirik, 11. 3-də 11. Və salam, qalır ixtisar eləmək. Sürətdəki 6 ilə məxrəcdəki 3, hər ikisi 3-ə ixtisar gedir. 3-ə ixtisar eləsək, sürətdə 2, 3-ə ixtisar eləsək, məxrəcdə 1. Məxrəcdə alınır 5 vur 1, 5, sürətdə 2 vur 11, 22. 5-də 22-ni qarışıq ədədə çevirsək, 4 tam 5-də 2,
Cavablar onluq kəsir olduğu üçün onluq kəsirə çevirmək istəyirik. 5-i nəyə vursaq mərtəbə vahidi alınır 2-yə. Onda sürəti də 2-yə vururuq. Olur 4,4. Onu da onluq kəsirlə bu cür yaza bilərik. Doğru cavab C variantı. 64-cü sualda şərtdə deyilir ki, 10 üstü n 5 rəqəmli ədəddir. 10 üstü n 5 rəqəmli ədəd olması üçün 1-in arxasında 4 sıfır olmalıdır ki, cəmi 5 rəqəmli ədəd alınsın. 1-in arxasında 4 sıfır o deməkdir ki, 10-u 4 dəfə öz-özünə vurublar. Deməli, belə çıxır ki, m 4-dür. Gələk o birisinə. 10 üstü n 4 rəqəmli ədəddir. Deməli, bir özü bir dənə rəqəm, arxasında da 3 dənə sıfır olmalıdır ki, 4 rəqəmli ədəd alınsın. Alındı 1000. Bu deməkdir ki, 10-u 3 dəfə öz-özünə vurublar. Yəni 10 üstü 3. Deməli, n 3-dür. Bizdən soruşur m üstü n ifadəsinin qiyməti. M 4-dür, üstü n 3-dür. 4-ün kubu 4 vur 4 vur 4 alınır 64. Doğru cavab B variantı. 65-ci sualda şərtdə deyilir ki, 143,20-11-in üzərinə A gəlsin, natural ədəd alınır. A-nın onluq şərhlərinin sayını tapmalıyıq. A tam hissəsi hər hansı bir ədəd 0 tam ola bilər, 1 tam ola bilər, 100 tam ola bilər, 40 tam ola bilər, fərq etməz. Kəsr hissəsində isə elə ədəd olmalıdır ki, 20-də 11-in üstünə bu kəsri gələndə natural ədəd alınsın. 20-də 11-in üstünə ən az neçə gəlsək, 1 tam alınar. Kənarda 1 tamdan 20-də 11-i çıxaq. Yəni 20-də 20-dən 20-də 11-i çıxırıq. Deməli, belə çıxır ki, A ədədinin kəsr hissəsi 20-də 9-dur. Yəni, A ədədi belə bir ədəddir. Tam hissəsi hər hansı bir ədəd, kəsr hissəsi 20-də 9. Sonra onu onluq kəsrə çevirməliyik ki, onluq şərhlərinin sayını tapaq. Onda A ədədi olacaq belə. 20-ni ən az neçəyə vursaq mərtəbə vahidi ilə tamamlanar. Ən az 5-ə 100 alınmalıdır. Sürəti də deməli 5-ə vurur. Alınır 100-də 45. Onda A ədədi tam hissəsi istənilən bir ədəd, kəsr hissəsi isə 45-dir. Soruşur ki, neçə onluq işarəsi var? 1, 2. 2 onluq işarəsi var. Doğru cavab B variantı. Bu sualların daha qısa belə düşünə bilərik. Əgər kəsrin məxrəci 20-dirsə və o ixtisar getmirsə, deməli 100-ə tamamlanacaq. 100-ün 2 sıfırı var, deməli 2 onluq işarə olacaq. Amma burada diqqət eləməliyik ki, bu kəsr ixtisar gedir, yoxsa yox. 66-cı sualda çarpayının qiyməti əvvəlki qiymətinin 12-də 5 hissəsi qədər artaraq. Əvvəlcə çarpayının qiymətini 12-də 12 hissə götürürük. 12-də 5 hissəsi qədər artdı deyirsə, 12-də 12 hissə, üzərinə gəlirik 12-də 5 hissə. Oldu 12-də 7 hissə. Biz çarpayının qiymətini 12-də 7 hissə tapdıq. Şərtdə deyilir ki, çarpayının qiyməti 85 manat oldu. Onda 12-də 7 hissəsi 85 manata bərabər olan ədəd tapmalıyam. Hissəsinə görə ədəd tapanda ədədi hissə göstərən kəsrə bölürük. Bölünən olduğu kimi qalır, böləni tərsinə çevirib vururuq. Burada ədəd 17-dir, bu da 17-dir, bu da 17-dir. 85 ilə 17 ixtisar gedir, sürətdə qalır 5. 5 12-yə vururuq 60. Çarpayının qiyməti əvvəlcə 60 manat idi. Doğru cavab B variantı. 67-ci sual. Şərtdə deyilir ki, bu ədəd, yəni bölərkən alınan ədəd natural ədəddir. Cəmi ədədə bölmək üçün hər bir toplananı ayrı-ayrılıqda bu ədədə bölmək olar. Onda biz 5A-nı A-ya bölürük. Üzərinə gəlinsin, 28-i A-ya bölürük. 5A-nı A-ya bölsək, A-lar ixtisar gedir, qalır 5. Bu natural ədəddir. Bu bizi narahat eləmir.
Bəs 28-i neçəyə böləndə natural ədəd alınır? Onda belə çıxır ki, A ədədi 28-in böləni olmalıdır ki, 28 A-ya bölünsün, natural ədəd alınsın. Onda biz 28-in bölənlərini yazırıq. 28 hansı ədədlərə bölünür? 1-ə, 28-ə, 2-yə, 14-ə, 3-ə bölünmür, 4-ə, 7-yə. Bu qədər. A-nın natural qiymətlərinin sayı 6 dənədir. 1, 2, 3, 4, 5, 6. Doğru cavab C variantı. 68-ci sual. 35 ədədinin neçə böləni var? 35 hansı ədədlərə bölünür? 1-ə, 35-in özünə, sonu 5 ilə qurtardığı üçün 5-ə, 5-ə böləndə 7 alınır. 5 və 7 sadə ədədlər olduğu üçün buradan başqa bölənlər alınmayacaq. Elə bu qədər. 4. Doğru cavab C variantı. 69-cu sualdakı tənlik kəsrin, daha doğrusu qismətin əsas xassəsinə aiddir. Biz onu elə kəsr kimi də yaza bilərik. Yəni bu şəkildə yaza bilərik. Bölünən surətə, bölən məxrəcə. Sağ tərəfdə də bölünən surətə, bölən məxrəcə. Sonra baxırıq ki, kəsrin sürəti 2 dəfə azalıbsa, onda məxrəc də 2 dəfə azalmalıdır. Yəni 28 bölü 2 bərabərdir x çıx 4. Onda 14 bərabərdir x çıx 4-ə. Hansı ədəddən 4 çıxsa 14 alınır? X-i tapmaq üçün 14-ün üzərinə 4 gəlirik. X bərabərdir 18. Doğru cavab C variantı. 70-ci sualda şərtdə deyilir ki, 205 nəfərlik heyətə ən az neçə nəfər əlavə etsək, onları həm 12-12, həm 15-15 qruplara ayırmalıyıq. Əvvəlcə biz 12-yə və 15-ə bölünən ən kiçik ədəd tapırıq. Yəni 12 və 15-ə əkov tapırıq. 12 ilə 15-in əkovunu 15-i artırmaqla, yəni 15 vur 1, 15 vur 2, 15 vur 3, 15 vur 4 yoxlamaqla tapmaq olar və yaxud da sadə vuruqları ayıraraq tapmaq olar. Burada 15-i yoxlamaqla tapmaq rahatdır deyə tapırıq ki, əkov 60. Yəni 15 vur 4 hər ikisinə bölünür 60. İndi belə fikirləşirik. 60-ı ən az neçəyə vurmaq lazımdır ki, 205-dən böyük ədəd alınsın. 205-ə ən yaxın, çünki ən az deyir. Amma 205-dən böyük ədəd alınsın. 60-ı 4-ə vuranda. Bu ədəd 4-dür. Onda 60 vur 4 olur 240. 240 əlavə etdikdən sonra bu qrupda neçə nəfər olacaq? Onların sayıdır. Onda biz belə fikirləşirik. 205 nəfərlik qrupa neçə nəfər əlavə eləsək 240 nəfər alınar. 240-dan 205-i çıxırıq. Alınır 35. Deməli 35 nəfər ən azı əlavə etmək lazımdır. Doğru cavab C variantı. 71-ci sualda ədədin rum rəqəmləri ilə yazmalıyıq. 1456. 1000-in öz rum rəqəmləri ilə simvolu var M. 400-ü 500 və 100-ün köməkliyi ilə yazırıq. 400. 50-nin öz simvolu var L. 6-nı isə 5 və 1-in köməkliyi ilə yazırıq. Doğru cavab C variantı. 72-ci sualda bu ədədlərdən rəqəmləri müxtəlif 3 rəqəmli ədədlər düzəltməliyik. 256, 265, 526, 562, 625, 652. İndi soruşur ki, bunlardan neçəsi tam kvadrat deyil. 256 16-nın kvadratıdır. Bir də 625 25-in kvadratıdır. Bu iki ədəd tam kvadratdır. Onda neçəsi tam kvadrat deyil? 1, 2, 3, 4-dür. Doğru cavab 4. 73-cü sualda bizə adi kəsr verilib.
Sağ tərəf isə onluq kəsir şəklindədir. Adi kəsirin sürət və məxrəcinin fərqi soruşulur. Deməli, bizim ilk işimiz sağ tərəfdəki onluq kəsiri adi kəsirə çevirməkdir. 1,75. Ən kiçik soruşduğu üçün ixtisar edirik. 75 və 100 hər ikisi bölünür 25-ə. 25-ə bölsək 3, 25-ə bölsək 4. Alındı 1,4-də 3. Sonra baxırıq ki, sol tərəfdəki kəsirin tam hissəsi yoxdur, sağ tərəfdəkinin tam hissəsi var. Birini digərindən eyniləşdirmək üçün onu düzgün olmayan kəsirə çeviririk. 1,4-də 3-ü düzgün olmayan kəsirə çevirsək, alınır 4-də 7. İxtisar getmir artıq. Deməli, A və B-nin ala biləcəyi ən kiçik qiymətlər bunlardır. A ən azı 7-dir. B ən kiçik natural qiyməti 4-dür. Bizdən fərqini soruşur. 7-dən 4-ü çıxırıq. 3. Doğru cavab 3. 74-cü sualda biz ən böyük 4 rəqəmli ədəd tapmalıyıq. Təklik, daha doğrusu minlik, yüzlük, onluq, təklik. Bu ədədin rəqəmləri cəmi 20 olmalıdır. Həm minliyə, həm yüzlüyə qədər yuvarlaqlaşdırdıqda 7000 olmalıdır. Deməli, mərtəbələr bunlardır da: minlik, yüzlük, onluq, təklik. Əgər yüzlüklərə qədər yuvarlaqlaşdıranda da 7000 alınırsa, deməli yüzlüyün yerində mütləq 9 durmalıdır. Yüzlüyün yerində 9 durmalıdırsa, onluğun yerində, daha doğrusu minliyin yerində 6 durmalıdır ki, 6 bir vahid artsın, 7000 alınsın. Rəqəmləri cəmi də 20 olması üçün 20-dən məlum olan rəqəmləri çıxırıq. 6 və 9-un cəmini çıxırıq. Onluğun yerində 5. Təkliyin yerində 0. Bu ədəd 6950-dir. Ən böyük. Yetmiş 5-ci sual və sonuncu sual. Deməli, şərtdə deyir ki, sinifdə 23 şagird var, 2 qız, 3 oğlan gəldi. 23 şagird var, 2 qız, 3 oğlan gəlsə, sinifdə 28 şagird olur. Sonra deyilir ki, qızların sayı oğlanların sayının 4-də 3 hissəsidir. Cümlədə belə cümlələrdə əvvəl gələn sürətdəki hissəni sürəti göstərir, sonra gələn məxrəci. Yəni, qızların sayı olur 3x. Oğlanların sayı 4 hissə olur 4x. Cəmi 28 nəfər olur. Toplasaq 7x bərabərdir 28. X bərabərdir 28-i 7-yə bölürük 4. İndi qızların və oğlanların sayını tapaq. Qızlar 3x idi. 4 tapmışıq. Onda qızlar olur 3 vur 4, 12. Oğlanlar 4x idi. 4 tapmışıq. Onda oğlanlar olur 4 vur 4, 16. Uyğunluqların hamısında əvvəli soruşur. Ona görə biz əvvələ qayıtmalıyıq. Sinifə 2 qız gəlib 12 qız olubsa, əvvəl 12 çıx 2, 10 qız var idi, əvvəl. Sinifə 3 oğlan gəlib 16 oğlan olubsa, əvvəl 16 çıx 3, 13 oğlan var idi. Onda əvvəl sinifdə neçə qız var idi? 10 qız. 1-ə A. Əvvəl sinifdə neçə oğlan var idi? 13. Deməli, 1-ə A, 2-yə əvvəl sinifdə neçə oğlan var idi? 13. 2-yə Y, Y-ni buradan silirik.